Ay başuza dönüm, sizin uşağınız da hörümçək görəndə ətin kəsillərmiş kimi qışqırır. Bu kitabı görəndə gözümə işıq gəldi. Demirəm, hörümçək bağırlarına basıb canciyər olsunlar. Heç olmasa rayonda hörümçək var, mən ora getmirəm davasından bircə damcı canımızı qurtarsaydıq bəsimiz idi. Kitabın içini açdım, dedilər o könül istəyir, yar yetirdi Pərvərdigar, əsl ondan oldu. Kitab 2 dilli çıxdı. Dedim elə böbləyildim məsciddə bir ətək pul tökürük. Görüm bu uşağın incisində bircə damcı irəliləyiş var yoxsa yoxdur. Nəysə, şükür Allaha oxuduq, vəziyyət yaxşı çıxdı. Bu kitabda qəşəng gözəl göyçəyə bax bir dənə hörüklümüz var. Bu hörüklü kitab rəfinin küncünə özünə hörümçək toru qurur. Daşa dönməmiş süpürgədə bu uşaq işini qurtarır, gəlir süpürgə yığışdırır. Bu işini qurtarır, gəlir süpürgə yığışdırır. Lap ürəyim ağrıyırdı. Amma bu hörümçəyə də heç kim başa salmayıb ki, abala, el elə sığar, ev-evə sığmaz. Sən mənim evimdə nə işin var? Bundan sonra hörükçüyə başa salam ki, get bax bu hörükçüdən səndə nümunə götürüb. Bu hörükçünün yanına bir dənə hörümcə gəldi. İzah elədi ki, bura sənin evin deyil də, gəl gedək sənə aid olan evlərə baxaq. Getdilər palma meşəsinə, orada qəşəng-qəşəng hörümçəklərin içində tor qurdular, yaşamağa başladılar. Gələ mən də bizim evdəki hörümçələrə başa salam ki, bax bizim qəşəng nar ağaclarımız var. Ged o nar ağacında yuva qur, vallah mən gəlib sən yuva dağıtmayacağam. İndi bunun bizim uşaqlarla hörümçəyin arasında hansısa bir mehribanlıq yaradıb yaratmadığın bayramda rayona gedəndə biləcəm inşallah. Onu da onun statusa qoyacağam. İndilik hələlik.